Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə kiçikdən böyüyə hər kəsin çox sevdiyi makaronu tam fərqli üsulda o qədər ləzzətli, o qədər dadlı hazırlayıram ki, onun hazırlanmasını da paylaşacağam ki, sizlər də öz sevdiklərinizə, əzizlərinizə bu cür ləzzətli, dadlı makaron yeməyini hazırlayasınız. Video keçməmişdən öncə sizlərdən bir kiçik ricam var. Videomu bəyənsəniz like edərək kanalıma dəstək ola bilərsiniz. İndi keçək hazırlama qaydasına. Öncəliklə tavaya bir 50 qram kərə yağı əlavə edirəm və istənilən növ makarondan, yəni istifadə edə bilərsiniz. Tavaya əlavə edirəm yağın üzərinə makaronu və makaronu bir 5 dəqiqə qovururam. Rəngini biraz belə deyim də qızardıram ki, həm ətri çıxsın, həm də elə çox ləzzətli olur. Makaronu yəni qızartdıqdan sonra qoyuram bir kənara. Elə həmin tavaya yenidən bir 60-70 qram kərə yağı əlavə edirəm və ardıca xırda doğradığım əti kərə yağında yaxşıca qovururam. Qoyun əti də istifadə edə bilərsiniz, mal əti də istifadə edə bilərsiniz. Mən dana ətindən, yəni mal ətindən istifadə elədim. Və yaxud da toyuq əti ilə də əvəz edə bilərsiniz. Gördüyünüz kimi əti xırda doğramışam və kərə yağında yaxşıca qovururam. Əti yəni rəngi dəyişdikdən sonra üzərinə 2 ədəd soğanı da xırda doğrayıb əlavə edirəm və ətlə bərabər qovururam. Soğanı əlavə etdikdən sonra ətin üzərinə duz da əlavə edirəm zövqə görə və zövqə görə qara istiot əlavə eləmişəm. Və ətlə soğan yaxşıca qovrulduqdan sonra gördüyünüz kimi ət tamamilə rəngini dəyişib, demək olar ki, bişibdir. Və qoyuram bir kənara, iri bir tava, qazan götürürəm və əvvəlcə qovurduğum makaronu qazana əlavə edirəm. Üzərindən qovrulmuş ətlə soğan qarışımını da əlavə edirəm. Mövsümə görə pomidor, biber, yəni olduğu zaman onlardan da əlavə edə bilərsiniz. Çox ləzzətli olur. Yəni olmadıqda mənim kimi 2 xörək qaşığı ev tomatını və yaxud da marketdən aldığınız tomatın üzərinə sarı kök, bir qədər su əlavə edib qatışdırıb qazana əlavə edə bilərsiniz. Və əlavə etdikdən sonra çaydandan qaynar su əlavə edirəm. Qətiyyən soyuq su olmaz, əks halda yapış olacaq. Ona görə də mütləq qaynar su olmalıdır. Makaronun üzərinə çıxana qədər qaynar su əlavə edirəm, qatışdırıram və daha sonra qazan qapağını bağlayıram ta ki makaron yumşalana qədər orta atəşdə bişirirəm. Çox su əlavə etməyin, qətiyyən olmaz. Çünki onda belə deyim də makaron çox açılır. Həm görüntüsü gözəl olmur, həm də dadı belə su dadı verir. Makaronun üzünə qədər su əlavə etsəniz kifayət edəcəkdir. Hardasa 35-40 dəqiqədən sonra qazanın qapağını açmamış elə bütün evi inanın ki, bu ləzzətli yeməyin ətri bürüyür. Çox gözəl bir ətri olur. Həm dadı möhtəşəm olur, həm çox doyumlu olur, həm çox bərəkətli olur. Yəni bu üsulla hazırladığınız makaronu inanın ki, uşaqlar boşqab yeyəcəklər. Yəni bizdə şəxsən 2 uşaq bu qazanın hamısını özü tək yedi, boşaltdı. Yəni o qədər ləzzətli və dadlıdır ki, hər kəs yemək istəyəcək. Mütləq hazırlayın. Hazırlayanlara indidən nuş olsun deyirəm. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə like etməyi unutmayın. Sağ olun, salamatla qalın.